Ey ağır gündə nicat qapısını açan, ey bütün çətinlikləri qüdrəti ilə asan eləyən, olacaqlar hamısı sənin qüdrətini bildirir, hər şey sənin əlindədir, verdiyin güclə hərəkət edirik, hər bir işində ədalətli olan sənsən, pislikləri sən bizdən uzaqlaşdırırsan, çıxılmaz vəziyyətdə olana nicat verən sənsən, ilahi çətinliyə düşmüşəm və o məni çox incidir. Öz qüdrətinlə bu işdə bizə kömək ol. Bizi öz hökmündən yönəld. Açıq olanları sən bağladın. Bağlı olanları sən açdın. Qarşımdakı çətinlikləri sən asan elədin. Dar günümdə sən mənə dayaq oldun, uca və əzəmətli Allahım. Peyğəmbər və onun ailəsinə salamın olsun. Allahım, fərəc qapılarını üzümə aç. Mənə bu vəziyyətdə